Hər birinizi salamlayıram. Yeni vloquma xoş gəlmisiniz. Bu dəfə alış-verişi yerləşdirərkən fikirləşdim ki, niyə də sizin üçün vloq çəkməyim və bu formada başladım. Ümid edirəm ki, vloqumu bəyənərək izləyərsiniz. Yumurtaları da yerinə yığdıqdan sonra yoldaşım məndən çörək arası bir şey istəmişdi. Fikirləşdim ki, elə dünəndən yemək qalıb, onu çörəyin arasına yerləşdirim. İçində onsuz pomidor, biber filan da var idi. Bu formada belə bir tost hazırladım. Kızlar, burada da farklı bir yemek hazırlamak qərarına gəldim. Çünki eyni yeməklərdən insan bəzən sıxılır. Buna görə də fikirləşdim ki, fərqli nə hazırlaya bilərik. İndi isə burada görəcəksiniz necə hazırladım, nəyi hazırladım. Onsuz vlogda sizin üçün danışacağım. Buna görə də əlavə məncə nəsə deməyə ehtiyac yoxdur. Əvvəlcə qərar verdim ki, soğan halqalarını hazırlayayım. Düzdür, bunun resepti belə olmur. Sadəcə mən bu formada etmək istədim. Həm də çox dadlı alınmışdı. Heç belə dadlı gözləmirdim. Kızlar, buraya qədər nə etdiyimi sizə danışım. Soğanları doğradım. Belə bir yəni qarışım hazırladım. Un, yumurta və duzdan və sudan ibarət. Soğan halqaları hazırlayıram bu formada. Məncə yaxşı alınacaq. Amma əvvəlcə isə burada badımcanları duzlu suda saxlamışam. Acı suyu çıxsın. Bundan sonra da badımcanları da elə həmin qarışımın içinə qızardacağım. Bu qazanı isə gətirdim. İndi bunun içində sos hazırlayacağım. Sadəcə tomatdan, sudan ibarət belə bu formada bir sos olacaq. Burada da Alina yatmışdı və yuxudan oyanıb gəlirdi. Buna görə səs üstündən bağladım, çünki ağlayırdı. Bir neçə soğandan da götürdüm, Alinaya verdim ki, bəyənəcək yoxsa yox. Çiğ formada soğanı yeməyi xoşlayır. Buna görə də fikirləşdim ki, görəsən bunu bəyənəcəkmi? Amma bəyəndi. Keçən dəfə badımcanları da belə qızartmışdım və badımcanları çox xoşlamışdı.
Kızlar hele gazın üstüne bakın. Bunlar bitsin. Yemeği de koyayım. Toyuğu pişsin. Ondan sonra gazın üstünü sileceğim. Mütləq temizleyeceğim. İndiden silmək istəyirəm. Ama bunlar bitsin. Ondan sonra rahat rahat silərəm. Kızlar akşama ise sushi sipariş verdi. Artık yemeklerimizi yemişdik ve bu sushi hardan çıxdı heç özümüz də bilmədik. Birdən beynimizə düşdü və sushi də sipariş verdi. Kızlar bu arada artık növbəti gündür. Mən sizi salamlayıram. Güllərimə su verdim. Bundan sonra isə keçirəm evi ümumi formada yığışdırmağa. Bugün yeni tanış olduğumuz kızlarla birlikte pikniğe gedəcəyik. Buna görə də tez-tez işlərimi bitirməyə çalışıram. Əslində sonradan qərarımı dəyişirəm ki, yox getməyəcəm. Sonradan fikirləşdim ki, yox gedim, dəyişiklik olar ikimiz üçün də. Deməli kızlarla parkda tanış olmuşuq və uşaqlar da birlikdə oynayırlar filan. Fikirləşdik ki, elə fərqli olsun və pikniyə gedək. Hər kəs evdən bir şey gətirsin. Bu formada ən sonda sizə göstərəcəm. Kızlar bu hissəni belə maksimum belə təmizləyə bildim. Əsas onlar təmiz olsun. Oyuncaqları onsuz təmizləməyin məncə mənası yoxdur. Çünki Alina gəlir, yenidən tökür bunları. Ona görə də indi məni görüb həvəslənib. Biraz yığışdırmağa çalışır. Ama birazdan 5 dəqiqəyə yenə də eyni vəziyyət olacaq. Bir də bu hissəni biraz kənara çəkeyim. Başqa da bilmirəm, şalları götürəcəm belə. Yəni çox oyuncaq yığmağın elə də mənası yoxdur. İndi isə bu otağı görüb qorxmayın. Çünki səhərdən əl vurmadım. Çünki fikirləşdim ki, vlog çəkəndə maraqlı olsun. Başlayaq buranı təmizləyək. Alina da mənə kömək eləsin.
Başa değdi. Yavaş. Niye yıkıldın? Ay, Aliş. Okay. Good. Alina'nın yeməyini qızdırdım, verdim. Alina hal-hazırda yeməyini yeyir. Mən də yoldaşım biraz bugün işdən tez gəlmişdi. Ona görə də belə yemək hazırlamışdım. Dünəndən qalan filan yeməklər də var idi. Onları da hamısını qarışdırdım. Bu formada qızdırdım. Özüm də biraz atışdırdım.
Qızlar, bayaq yediyim yemək mənə qismət olmadı. Alina gəldi, yeməyimi yedi. Buna görə də onsuz da çörəksiz yerdim. Yəni yarım kotlet falan belə bir şey yedim. Bundan sonra gördüm ki, artıq acmışam, enerjim olsun deyə belə bir tost elədim. Elə sonradan fikirləşdim ki, yaxşı ki o tostu yemişdim. Çünki sonradan fikrimi dəyişdim ki, yox, bugün gedək. Çox qərarsızlıq yaşadım. Bilmədim gedim, getməyim. Çünki hava küləkli idi. Biz də mərkəzə gəlmişdik. Fikirləşdim ki, uşaq gedəcək, küləkdə filan xəstələnəcək. Elə havadır ki, həm istidir, həm küləkdir və papaq filan da qoya bilməyəcəm, əynini qalın eləyə bilməyəcəm, tərləyəcək filan. Elə dedim, bunları fikirləşməkdənsə heç getməsək yaxşıdır. Sonradan amma fikrimi dəyişdim. Bir əkizlər bürcü olaraq neçə dənə qərar verdim. Axırda getməyə qərarlaşdırdıq və artıq gəlmişik. Çox maraqlı vaxt keçirdik. Biz qızlarla parkda tanış olmuşduq. Əslində buradakı xanımlardan biri ilə tanış olmuşduq. Uşaqlar oynayırdı filan, biz oturub söhbət edirdik. Bundan sonra isə bir gün əvvəl digər xanımlar da gördük. Çox mehriban xanımlardı. İnsan özünə yaxın hiss elədiyi insanların yanında rahat olur. Elə bil ki, neçə illərdir bir-birimizi tanıyırıq. Çox səmimi münasibət yarandı. Fikirləşdik ki, gedək. Uşaqlar onsuz da hər dəfə eyni parka getməyin də mənası olmur. Bəzən fərqli lazım olur. Buna görə də getdik belə çox gözəl də vaxt keçirdik. Alina da uşaqlarla oynadı, daşlarla filan. Burada isə biraz böyük uşaqlar oynayırdı. Buna görə də biraz istəmədim çox ora girsin. Çünki skuter sürənlər, sürətli o maşınlardan filan sürən uşaqlar var idi. Ona görə də biraz çəkindim. Hamı da biz də elə Alina üçün balaca top gətirmişdim. Qızlar da, xanımlar da evdən top filan gətirmişlər. Həm biraz voleybol oynadıq. Mən təbii ki, çox oynaya bilmədim. Çünki Alinadan gözümü yayındıra bilmirdim. Bu formada maraqlı vaxt keçirdik. Əgər videonu bəyəndinizsə bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşərik. Hələlik.